Abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün Azərişıq Açıq Səhmdar Cəmiyyəti ən ucqar rayonlarda, mürəkkəb relyefə malik dağ kəndlərində belə elektrik şəbəkəsini yenidən qurur. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan yenidən qurma işləri Lərikin də bir sıra kəndlərini əhatə edib. Lərik elektrik şəbəkəsi ümumilikdə 635-10 kV yarım stansiya olmaqla 20 ədəd 10 kV xətt və 2 ədəd 35 xəttlərlə qidalanır. Bu xəttlərin təmiri üçün 40 km-yə yaxın açıq naqil yeni naqillər əvəz olunmuşdur. 50 km-yə yaxın naqillər yeni müasir Sipus markalı 10 kV kabel xəttlərinə əvəz olunmuşdur. Kəndləri elektrik enerjisi ilə qidalandıran 10 kV-luq hava xəttlərindən 7-sində əsaslı təmir və yenidən qurma işləri aparılır. Meşə zolaqlarında və mürəkkəb relyefi ilə seçilən ərazilərdə, eləcə də nəqliyyat vasitələrinin qalxa bilmədiyi yüksəkliklərdə yeni metal dayaqlar əkilir, elektrik xəttləri təmir olunur. Zərurət yaranan hissələrdə köhnə naqillərin əvəzinə 10 kV-luq müasir özünü daşıyan izolyasiyalı naqillər çəkilir. Həmçinin qarlı şaxtalı havalarda ağac budaqlarının qırılaraq xəttlərin üzərinə düşməsi və nəticədə qəza hallarının baş verməsinin qarşısını almaq üçün yaşıllıq zonalarında budanma işləri aparılır. Meşə zolaqlarından keçən elektrik hava xəttləri üçün dəhliz yaradılır. Bəzi ərazilərdə dayaqlar dağlıq və dağətəyi hissələrdən çıxarılaraq yol kənarlarında əkilir və xəttlər yeni dayaqlara köçürülür. Məqsəd elektrik itkisi və qəza riskini azaltmaq, qarlı, şaxtalı, küləkli havalarda baş verə biləcək nasazlıqları qısa vaxtda aradan qaldırmaq, texnikanın canlı qüvvənin operativ hərəkətini təmin etməkdir. Biz razıyıq. Həqiqi mənada çox işlər görülüb bu ərazidə. Ümumiyyətlə, elektrik yaxşı vəziyyətdədir. Bizim bu ərazidə çox yaxşı vəziyyətdə. Fasiləsiz işıq enerjisi verilir kəndlərə. Gecə-gündüz daimi işıq var. Görülən işlər nəticəsində Lərikin Züvüc, Zövnə və Lüləkəran kəndlərinin də elektrik şəbəkəsi yenilənib. Züvüc və Zövnə kəndlərində yenidən qurma işləri tam başa çatdırılmışdır. Lüləkəran kəndində də eyni zamanda yenidən qurma işlərinin başa çatdırılması demək olar ki, yekunlaşmışdır. İşlər görülən zaman 6 ədəd yeni transformator məntəqəsi qurulmuş, ümumilikdə 30 km yaxın kabel xətti çəkilmişdir. Lüləkəran kəndində 0,4 və 10 kV-luq metal dayaqlar əkilir. 0,4 kV-luq özünü daşıyan izolyasiyalı naqillər çəkilir. Həmçinin 10 kV-luq xəttlərdə də təmir işləri aparılır. Kənddə yeni smart sayğaclar, 2 ədəd transformator məntəqəsi quraşdırılıb. Dövlətimizin başçısı prezidentimizə təşəkkür edirik. Kəndlərdə elektrik təsərrüfatı çox gözəl səviyyədədir. Onlardan biri də bizim kəndimizin nümunədir. Bu quruculuq işləri qurulandan sonra biz hətta qış aylarında sərt küləkli, boranlı, qarlı havalarda elektrik enerjisinin kəsildiyini görmədik. Azərişıq Açıq Səhmdar Cəmiyyəti Ləriklə yanaşı ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidən qurma, əsaslı təmir bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.